Mən mikrofon tutanda sən də olmamışdın. Videoya keçməzdən öncə bu cür videoların davamının gəlməyini istəyirsinizsə, videonu bəyənməyi və bildiriş butonunu açmağı unutmayın. Mağazin Bugün gəncləri xeyr. Ay sən Allah, ala mikrofonu. Baxın. Mən başa düşdüm sən hansı tirərlərdən. son zamanlarda sizi trendlərdə görmürük sözümüz, Ələsgərlini qıcıqlandırsa da o gülərək cavab verdi. O zamanlar trendlərdə görmürük. Trendlərdə görmürsünüz. Görün də, neyim ki siz görmürsünüz. Mən heç vaxt nə trend, nə başqa şeylər haqqında düşünməmişəm. Xoşum gələn mahnıları sadəcə oxumuşam. Bəyənib, dinləyib, bəyənməyən də bəyənməyib. Bu qədər. Yəni, mənim üçün önəmli deyil. Ümumiyyətlə, trendləri izləyirsiniz. Bilmirəm, trend nədir? Bilmək Yox, həqiqi bilmirəm. Məsələn, trenddə olan Instagramda görürəm, yazılır, trendlədir, mahnılı trendlədir, bunu görürəm. Yox, heç onu görürüm. Yazır ki, mahnılı trendlədir, onu görmüşəm. Trend mövzusuna giriş edib trendlərdən danışsaq da, deyəsən, bizim bu sualımız xanım ifaçının heç xoşuna gəlmədi. Bunun sənətlə heç bir əlaqəsi yoxdur. Trend puldur, trend marketingdir, trend işini düzgün qormaqdır, qurduğu işin də müqabilində pul qazanmaqdır. Məsələn, yaxşı işi bir qoyub, get pulunu qazan. Bu qədər basit. Müşahibənin ehtiyacı yoxdur. Hər zaman mənim ehtiyacım olmayıb, heç nəyə. Allaha çox şükür, Allahdan çox razıyam. Əvvəldən işlərimi mən elə qurmuşam ki, müəyyən bir yaşa çatanda nəyəsə ehtiyacım olmasın. Əgər mən oxuduğum bir mahnı trendə düşəcəksə, nə yaxşı, düşsün. Düşməyəcəksə də heç vecimə deyil. Yəni. Maraqlı deyil. Ne maraqlı deyil. Düşsün, düşməsin. Nüşabə xanımın cavabı bizi qane etmədiyinə görə biz sualın lap dərinliklərinə getdik. Bu dəfə isə o özündən çıxdı. Nəticədə bizim xalqımızın uşaqlarıdır da. O çıxsınlar, pullarını qazansınlar. Qazanan qazanacaq, qazanmayan da qazanmayacaq. Görəcək ki, qazana bilmir, uzaqlaşacaq. pul üçün baxsaq, sənət əldən gedir. Xeyr, sənətlə sənətkarlar məşğuldular. Heç kəs narahat olmasın. Təhsil ocaqlarımızda elə yaxşı tələbələr var, şagirdlər var, sənətin başında duran insanlar var, sənətlə məşğul olan insanlar var, sənəti qoruyan insanlar var. Niyə bugün? İnsanlar pul qazanmaq istəyirlərsə, dolanmaq istəyirlərsə, nə gözəl. Onlar da bizim xalqın nümayəndələri getsinlər, pullarını qazansınlar. Niyə bugün yolda gedəndə iki maşının ikisi də trenddə olan mahnılara qulaq asır? Hansı ki, o yeni çıxan müğənnilərin, sənətkarların mahnıları itib batıb yoxdur. Olanda zövqü o qədərdir də. Əgər təhsil almış olsaydılar, təhsilin birinci növbəsi odur ki, ali məktəb müəllimi yaradıcı şəxsiyyət kimi. Və nə yaradır bu ali məktəb müəllimi? Zövq yaradır. Nüşabə xanım, Əgər zövq yaradır, bunlar təhsil almayıblar, zövqləri də o qədərdir. Davamına isə özünüz baxın. burada çoxluq təşkil eləyir, onu da xatırladım. Düşünmürsünüzmü ki, o gənclərə
o deyirik savadsız, yəni savadı yoxdur ki, o mahnıları. Mən demədim. Sən savadı Və aşağı da deyil. Nümayəndələri. Hamı müəllim olmalıdır ki. Hamı injiner olmalıdır. çoxluq təşkil. Hamı injiner olmalıdır. Niyə? Mən o sual verməmişəm. Mən deməyə çalışıram ki, bu gün niyə Nüşabə xanım əsl keyfiyyətli mahnını tamaşaçılara aşılamır ki, çoxluq təşkil edən əsl keyfiyyətli mahnılara qulaq assın. Rahat olmayın. Nüşabə Ələsgərli və Nüşabə Ələsgərli kimi sənətkarlar təhsil ocaqlarında keyfiyyətli mahnılar təbliğ edirlər. Siz nə vaxt gəldiniz? YouTube açaq baxaq. İstəyirsiniz? Deyil. Televiziya bugün gəncləri xeyr. Ay sən Allah, ala mikrofonu. Baxın. Mən başa düşmüşəm. Son zamanlarda sizi trendlərdə görmürük sözümüz, Ələsgərlini qıcıqlandırsa da o gülərək cavab verdi. O zamanlar trendlərdə görmürük. Trendlərdə görmürsünüz. Görün də, neyini ki siz görmürsünüz. Mən heç vaxt nə trend, nə başqa şeylər haqqında düşünməmişəm. Xoşum gələn mahnıları sadəcə oxumuşam. Bəyənən bəyənib, dinləyən dinləyib, bəyənməyən də bəyənməyib. Bu qədər. Yəni mənim üçün önəmli deyil. Ümumiyyətlə trendləri izləyirsiniz. Bilmirəm trend nədir. Yox, həqiqi bilmirəm. Məsələn, trenddə olan Instagramda görürəm, yazılıb trenddədir, mahnımız trenddədir, bunu görürəm. Yox, heç onu görmür. Yazıq mahnımız trenddədir, onu görmüşəm. Trend mövzusuna giriş edib trendlərdən danışsaq da, deyəsən, bizim bu sualımız xanım ifaçının heç xoşuna gəlmədi. Bunun sənətlə heç bir əlaqəsi yoxdur. Trend puldur, trend marketingdir, trend işini düzgün qormaqdır, qurduğu işin də müqabilində pul qazanmaqdır. Heç sonra. Yaxşı işi bir qoyub, get pulunu qazan. Bu qədər basit. Müşahibənin ehtiyacı yoxdur. Hər zaman mənim ehtiyacım olmayıb, heç nəyə. Allaha çox şükür, Allahdan çox razıyam. Əvvəldən işlərimi elə qurmuşam ki,
müəyyən bir yaşa çatanda nəyəsə ehtiyacım olmaz. Əgər mən oxuduğum bir mahnı trendə düşəcəksə nə yaxşı, düşsün. Düşməyəcəksə də heç vecimə deyil. Yəni. Maraqlı deyil. Ne maraqlı deyil. Düşsün, düşmür, düşməsin. Nüşabə xanımın cavabı bizi qane etmədiyinə görə biz sualın lap dərinliklərinə getdik. Bu dəfə isə o özündən çıxdı. Nəticədə bizim xalqımızın uşaqlarıdır da. O çıxsınlar, pullarını qazansınlar. Qazanan qazanacaq, qazanmayan da qazanmayacaq. Görəcək ki, qazana bilmir, uzaqlaşacaq. Pul üçün baxsaq, sənət əldən gedir. Xeyr, sənətlə sənətkarlar məşğuldular. Heç kəs narahat olmasın. Təhsil ocaqlarımızda elə yaxşı tələbələr var, şagirdlər var, sənətin başında duran insanlar var. Sənətlə məşğul olan insanlar var, sənəti qoruyan insanlar var. Niyə bu gün insanlar pul qazanmaq istəyirlərsə, dolanmaq istəyirlərsə, nə gözəl. Onlar da bizim xalqın nümayəndələri getsinlər, pullarını qazansınlar. Niyə bu gün yolda gedəndə iki maşının ikisi də trenddə olan mahnılara qulaq asır? Hansı ki o yeni çıxan müğənnilərin, sənətkarların mahnıları itib batıb yoxdur. Olanda zövqü qədərdir də. Əgər təhsil almış olsaydılar, təhsilin birinci növbəsi odur ki, ali məktəb müəllimi yaradıcı şəxsiyyət kimi. Və nə yaradır bu ali məktəb müəllimi? Zövq yaradır. Nüşabə xanım, Əgər zövq bunlar təhsil almayıblar, zövqləri də o qədərdir. Davamına isə özünüz baxın. burada çoxluq təşkil eləyir, onu da xatırladım. Düşünmürsünüzmü ki, o gənclərə, o deyirik savadsız, yəni savadı yoxdur ki, o mahnıları. Mən demədim. Savadı Və aşağı da deyil. Belədir. Hamı müəllim olmalıdır ki. Hamı injiner olmalıdır. çoxluq təşkil. Hamı injiner olmalıdır. Niyə? Mən o sual vermişəm. Mən deməyə çalışıram ki, bu gün niyə Nüşabə xanım əsl keyfiyyətli mahnını tamaşaçılara aşılamır ki, çoxluq təşkil edən əsl keyfiyyətli mahnılara qulaq assın. Narahat olmayın. Nüşabə Ələsgərli və Nüşabə Ələsgərli kimi sənətkarlar təhsil ocaqlarında keyfiyyətli mahnılar təbliğ edirlər. Siz nə vaxt gəldiniz? YouTube açaq baxaq. İstəyirsiniz?